Salam aleykum. Polipeptit yazıram. Polipeptit. Bir de yazıram amin turşular. Polipeptidin emeri 17103'tür. Sildik. Kütləsi 171,3'tür. Sildik. Polipeptidin tam hidroz məhsulun kütləsi, yəni amin turşunun kütləsi 207,3 sildik. Emerlərini cəmini bilmirəm. Buradan biz deməli emi tapaq. Buradan tapıram ki, amin turşuların cəmi maliyyə kütlə cəmi 20.703'dür. 20.703 və amin turşunun və polipeptidin rəqəmi veriləndə bunların fərqi suyu verir. Deməli 20.073'dən 17.103 çıxıram. 3600 qram su eləyir. Bunu bölürəm 18'də ki mola gəlim. 200 mol. Niyə mola gəldim? Çünki amin turşunun sayı suyun sayından bir vahid çoxdur. 200 su varsa 201 amin turşu olacaq. Deməli amin turşunun sayı oldu 201. Amin turşu necə yazılır? Doymuş bir əsaslı karbon turşusu yazsan karbon NH2N. Oradan bir hidrogen çıxardıb NH2 yazanda amin turşu olur. Yəni qısaldıram karbon N H2N plus 1 NO2 olur. Və burada deməli amin turşularda gözə görünməz belə bir qrup var. Və orada demək karbon sp2 vəziyyətindədir. N dənə karbonun biri sp2 vəziyyətindədirsə, onda N-1'i sp3 vəziyyətindədir. sp2 3 deməkdir. 3. sp3 4 deməkdir. 4N-4. Bu da elədir 4N-1. Bir amin turşuda 4N-1'dirsə, 201'də 201 vurulsun 4N-1'də da buradan bərabərdir 3015-1'də. Buradan deməli 201 vurulsun 4 eləyir 804N və 201 ilə 3015 toplayanda 3216. Bunu da bölürəm 8-4'ə. N buradan 4'ə bərabərdir. Gətirib burada demək yerinə yazıram. Karbon 4 H9 deməli NO2 13, 14, 16 deməli 13, 14, 16 atom olacaq.